Dostlar salam. Bu videoda sizə Honor X8C modelini təqdim edəcəm. X8B-dən nələr ilə fərqlənir birlikdə görək. Qutu açımı ilə videoya başlayım. Bu smartfonumuz. Qoyuram kənara. Altındakı qutuda silikon şəffaf arxalıq və sim yuvasını açan iynə olduğunu görürük. Son gələn Honor modellərdə artıq arxalıq gəlir. Onun da altında ağ rəng Type-C USB naqil və 35.2 W'lıq adapter başlığı qutu içəriyindən çıxır. X8B-dən fərqi bunda arxalığın olmağıdır. Önündə tək kamera və ekran qoruyucu qatı, üstündə kamera mikrofonu, sağında səs və güc düymələri, altında Type-C giriş, mikrofon və səs gücləndirici, solunda sim yuvası, 2 nömrədir və yaddaş kartı yeri yoxdur. Arxasında 2 kamera, tək flash işıq yerləşdirilib. X8B-dəki kimi yaşıl rəngin arxası süni dəridir. X8B-də arxada 3 kamera mövcuddur. Kənarları plastik çərçivədən düzəlib. 4 rəngdə satışa buraxılsa da, bənövşə rəngi ölkəmizdə mövcud deyil. Ekran 6.7 inç Full HD Plus 120 Hz'lik AMOLED paneldən ibarətdir. Ekran parlaqlığı X8B-dən üstündür. Ölçələrə baxdıqda X8B-yə yaxındır. Lakin bu biraz qalındır. Səbəbi isə batareyanın yüksək olmağındadır. Honor X8C ən son əməliyyat sistemi olan Android 15 ilə gəlir. Arayüz Magic OS 9.0'dır. Bu modeldə də Snapdragon 685 chipsetindən istifadə olunub. NFC və ekranı hava ilə TV-yə ötürmə özəlliyi var. Son zaman süni intellektdən istifadə edənlərin sayı artır. Bu smartfonun da özünə uyğun bu sahədə bir neçə özəlliyi mövcuddur. Bura daxil olub məlumat ala bilərsiniz. Ekran tezliyi 120 Hz'dir və 60 Hz də endirib batareya qənaət etmiş olarsınız. Amma ki, axıcılığı aşağı düşəcək. Cihazda üz və barmaq izi tanıma mövcuddur. Barmaq izi ekran altındadır. Normalda sağda yuxarıda batareyanın faizini göstərmir. Buradan düzəltmək mümkündür. Qısa yollar və jestlər bölməsi digər Honorlardakı kimidir. Barmaq oynağı ilə ekranda istədiyiniz yeri kəsib, ayrıca paylaşım edə bilirsiniz. Sistem naviqasiyasını üst düymə etmənin yeri buradadır. Kamera özəlliklərinə baxaq. Foto yerində geniş bucaq mövcuddur. Bir də yaxından çəkilişdir. Videoda 4K və 60 FPS mövcud deyil. Eyni anda 2 kamera istifadəsi mümkün olan özəllik bu modeldə də var. Keçək sensorlara. İşıq sensoru kameranın yanındadır. Kompasında olduğunu görürük. Və ən əsas, artıq 8 seriyasında jiroskop oldu. Bu özəlliyi çoxları gözləyirdi. Yaxınlaşma sensoru yenə jest ilə gəlir. Qulağa apardıqda ekran yandı qalarsa, yenidən aşağı yuxarı etmə məcburiyyətində olasınız. Antutu benchmark nəticəsi ortadır. Oyun testinə başlayaq. Batareya 31%'dir. 10 dəqiqəni qoşub PUBG oyununa daxil oluram. Oyunun açılma sürəti yaxşıdır. Honor X8C gücünü 6 nanometrlik 800 nüvəli Snapdragon 685'dən alır. Videografik yaddaş Adreno 610'dur. RAM 6-8 GB, daxili yaddaş 128, 256 və 512 GB ilə istehsal olunur. Oyun qrafikası aşağı keyfiyyətdə 45, orta keyfiyyətdə 30 FPS-i dəstəkləyir. 45 edib oyuna davam edəcəm. Jiroskopu da açıq qoyuram ki, oyunda necə effekt verdiyinə baxaq. Batareya həzmi 5000 mAh-dır. X8B-də isə 4500 olduğu üçün X8C-dən incədir. 35 Watt sürətli şarjı dəstəkləyir. 512 GB-lıq versiya ölkəmizə satışa gəlməyib.
Oyun axıcılığı yaxşıdır. Jiroskop da donmadan, tutulmadan rahat işləyir. Oyun təcrübəmi izləyə bilərsiniz. On dəqiqə tamamdır. Cəmi 2% batareya sərf etdi. Yaxşı nəticədir. Honor X8C'nin əsas kamerası 108, geniş 5 və ön 50 megapikseldir. Əsas kameraya OIS quraşdırılıb. X8B'də əlavə olaraq 2 megapikselli makro kamera mövcuddur. Çəkilən nümunə şəkil və videolara baxa bilərsiniz. Arxa və ön Full HD 30 FPS video çəkilişi dəstəkləyir. Elektronik stabilizasiya sayəsində videolarda əsmələr olmur. Honor X8 modelində video çəkiliş zamanı səs yazma bu cür yazılır və video yaxınlaşması 8 dəfədir. Honor X8C haqqında bu qədər və diqqətlə baxdınızsa, X8B ilə fərqlərini izah etdim sizə. Qiymətini tarixa görə qeyd etmişəm. Növbəti videolarda görüşənədək, hələlik.